Əminliklə deyə bilərəm ki, mərkəzdə yerləşən məkanlar içində ən bol, ən münasib səhər yeməyi setlərindən biri budur. Bura mənim çox sevdiyim ambiyans kafesidir. Bu səhər yeməyi seti o qədər boldu ki, masada barmaq qoymağa yer tapılmırdı. Hətta ofisiant məhsulları gətirdikcə deyirdim bitdi, deyirdi yox, hələ yenə var. Gətirdi, masa tam doldu. Buradakı səhər yeməyinin digər məkanlardakından fərqi odur ki, burada təkcə çay verilmir. Setə həm təbii portağal, həm də təbii alma şirəsi daxildir. Setdə 3 isti yemək var. Pomidor yumurta, göz yumurta və sucuk qızartması. Pendir asarti, bu arada pendirləri çox ləzzətli idi. Zeytun asarti, bal, kərə yağı, qeysili kəsmik, pomidor, xiyar, kartof fri, böyürtkən mürəbbəsi, qatlaşdırılmış süd, şokolad yağı, kalbasa, siqara börək, şokoladlı kruasan, ləzzətli nam nazik kreplər, simit və çox dadlı pendirli pide var idi. Pide super idi. Bütün ərzaqlar olduqca keyfiyyətli idi. Bu səhər yeməyində çörək də, çay da tamamilə limitsizdir. Bu set 4 nəfərli idi, qiyməti isə cəmi 45 manatdır. Saatlarla burada əyləşdik, hələ sonra vitrində ləzzətli şirniyyatlar da gördüm, ondan da sifariş etdik. Həyatımda ilk dəfə bu qədər dadlı ballı tort yeyirdim. Getsəniz mütləq sınayın. Şəkərsiz cheesecake'ləri də dadlı idi. Məkanın adına xas çox gözəl ambiyansı var. 28 mola yaxın yerləşir, aşağıda səhifələrini də qeyd edəcəm.